Gəncə sakini inşa etdirdiyi tikili ilə bağlı artıq uzun müddətli sənədləşmə problemi yaşayır. O, qurumlar arasında uyğunsuzluq səbəbindən prosesin ləngidildiyini deyir. Məsələni əməkdaşımız araşdırıb. Təxminən 3 ilə yaxındır inşa etdirdiyi tikiliyə rəsmi sənəd ala bilmir. Gəncə sakini Seymur Yusifov deyir ki, bütün qurumlardan müsbət rəy alsa da, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Gəncə şəhər sakininin tikintisini sənədləşdirməyə icazə vermir. Seymur Yusifovun sözlərinə görə, əvvəlcə Azərişıq Açıq Səhmdar Cəmiyyətindən mənfi rəy verilsə də, sonradan sözü gedən qurumun nümayəndələri ərazidə baxış keçirib və mənfi rəy tamamilə dəyişdirilərək müsbət rəy ilə əvəzlənib. Lakin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Gəncə şəhər nümayəndəliyindən vətəndaşa bildirilib ki, ilk verilən mənfi rəy də silinməlidir. İşıqdan icazə kağızı gətirsən, müsbət rəy olmaqla. Mənə nümunə də göstərdi ki, bu nümunəni göstərdi. Bu nümunədə kağız gətirirsən. Bir də portalda müsbətə çevirsən, sənin sənədlərin qaydasına keçəcək sənədlərin. 2023-dən bəri mən bunun arxasındayım. Əmlak mənim sənədlərimi buraxmır. Yüksək vəzifəli şəxslərin qəbulunda olandan sonra gəldilər, öşləmişlər, dedi yolun kənarında olduğu üçün mühafizə dairəsindən çıxır. Bu mühafizə dairəsi sayılmır. Təzədən mənə müsbət rəy verib. Seymur Yusifov deyir ki, dəfələrlə paytaxta komitəyə də gəlib, lakin şikayətinə oradan da baxılmayıb. Deyir, Elşad müəllim əlləməlidir. Bakıda bu tikintilərin sənədləşməsinə əlaqədar Səlahiddin nümayəndə. Qəbuluna getdim, qəbul eləmədi. Qapının ağzından dedim, Elşad mənim qəbulunda olmaq istəyirəm. Qəbul yoxdur, nəm qəbul olanda gələrsən, nəm qəbuluna düşənmədim. Bir ay getdim, gəldim, mən o şəxsin qəbuluna düşənmədim. İşıq dairəsinə də yaxınlaşıram ki, bu birinci məktubu əmlak mənə göndərir ki, birinci məktubu silmək lazımdır. Deyir, elə bir şey yoxdur. O sistemə vurulubsa silinmir. Sadəcə üstünə təzələnən ikinci məktub nə verilirsə də o qüvvədə qalır. Birinci məktub qüvvədən düşür. Müsahibimiz iddia edir ki, komitə səbəb kimi göstərdiyi əsasları rəsmi şəkildə təqdim etmir. Ona görə də məhkəməyə müraciət edə bilmir. Məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən vətəndaşın iddiaları ilə bağlı bildirildi ki, səsləndirilən fikirlərlə bağlı hazırda hansısa araşdırma gedir. İlham Məmmədov, Diana Cəlali, Spice Xəbər, Gəncə.